Salam dəyərli həmkarlar. Bugünkü mövzumuz motivlər və tələbatlar haqqındadır. Şəxsiyyətin fəaliyyət və fəallığı onun tələbatlarının ödənildiyi zaman meydana çıxır. Şəxsiyyətin tələbatlarını isə onun psixoloji strukturu təsir edir. Şəxsiyyətin strukturu özündə 5 əsas komponenti birləşdirir. Birincisi, şəxsiyyətin istiqaməti və gerçəkliyə münasibətidir. Bu komponent insanın dünya görüşünü, dəyərlərini, inanclarını və ətraf aləmə münasibətini əhatə edir. Şəxsiyyətin məqsədləri və həyat mövqeyi məhz bu istiqamət əsasında formalaşır. İkinci, şəxsiyyətin hazırlıq səviyyəsidir. Hazırlıq səviyyəsi insanın bilik, bacarıq və vərdişlərinin məcmusudur. Bu səviyyə insanın müxtəlif fəaliyyət növlərinə nə dərəcədə hazır olduğunu göstərir. Üçüncü, şəxsiyyətin qabiliyyətlər sistemidir ki, qabiliyyətlər sistemi insanın fəaliyyətində uğur qazanmasını təmin edən fərdi xüsusiyyətlərdir. Bu xüsusiyyətlər təlim və təcrübə yolu ilə inkişaf edə bilir. Dördüncü, şəxsiyyətin xarakteri və davranış qaydalarıdır. Xarakter insanın sosial mühitdə özünü necə apardığını müəyyən edir. Beşinci, sonuncu isə şəxsiyyətin idarə olunma sistemidir. Bu sistem insanın öz davranışlarını tənzimləmək, məqsədlər qoymaq və özünü nəzarətdə saxlama bacarığıdır. İradə və özünü tənzimləmə burada əsas rol oynayır. Qeyd olunan psixi hadisələr şəxsiyyətin inkişafında, onun davranış və fəaliyyətində müəyyən keyfiyyətləri təmin edir. Şəxsiyyət öz fəallığını ətraf aləmlə qarşılıqlı əlaqə prosesində və fəaliyyətdə hiss edir. Şəxsiyyətin fəallığının mənbəyi isə onun tələbatlarıdır. Hər bir şəxs üçün müəyyən olunmuş tələbatlar sistemi xarakterikdir. Tələbatların əsas iki növü var. Dərk olunan tələbatlar və dərk olunmayan tələbatlar. Dərk olunan tələbatlar dedikdə insan hansısa məqsədə çatmaq üçün nə etməli olduğunu bilir. Yəni burada bizim müəyyən məqsədimiz və ona uyğun bir fəaliyyətimiz var. İkinci qrup, yəni dərk olunmayan tələbatlar zamanı isə insan nə istədiyini dərk etmir. İnsan hiss edir ki, nə isə çatmır. O narahatdır, gərgindir. Lakin burada biz bu qrupu dərk olunmayan tələbatlar adlandırırıq. Bununla yanaşı tələbatların artması onun dərk edilmə ehtimalını artırır və necə həll edilmə yollarını da aydınlaşdırır. Mənşəyinə görə tələbatların yenə iki növü var. Birinci təbii tələbatlar, ikinci isə mədəni tələbatlardır. Təbii tələbatlar insanı fəallığa sövq edir. Məsələn, bizim qidaya olan tələbatımız təbii tələbatdır. Suya, havaya olan tələbatımız təbii tələbatlar qrupuna aiddir. Mədəni tələbatları isə cəmiyyətin inkişafından irəli gəlir. Nümunə deyə bilərik, evə olan tələbatımız, kitaba olan tələbatımız mədəni tələbatlar qrupuna aiddir. Xarakterinə görə isə tələbatlar maddi və mənəvi olmaqla iki qrupa bölünür. Tələbatlar insanı fəaliyyətə təhrik edən səbəbə çevirir və motivlər sistemini yaradır. Motivasiya sözündən götürülüb, insanın fəallığına səbəb olan və onun fəaliyyətini yönəldən amillərin məcmusudur. İnsanın hərəkətini, davranışını istiqamətləndirən səbəblərin aşkar edilməsi, onun idarə edilməsi üçün imkan yaradır. İnsan fəaliyyətinin həyata keçirilməsinə bir neçə motiv əsas olaraq təsir göstərir. Bu isə onun motivasiya sahəsini yaradır. Yəni bir neçə motiv birləşir, bizim motivasiya sahəmizi yaradır. Motiv sözünün öz mənası isə təhrik etmə deməkdir. Şəxsiyyətin motivasiya sahəsi nəzərə alınmalıdır. Çünki motivasiya sahəsində əsas yer tutan sosial motivlər özünü onun davranış və rəftarında biruzə verir. Müasir psixologiyada insan davranışlarının motivlərinin araşdırılması baxımından bioloji, koqnitiv və sosial yönümlü nəzəriyyələr var. Bioloji nəzəriyyəyə görə insanın anadan gəlmə, yəni genetik proqramlaşdırılmış davranış formaları həlledici qəbul edilir. Bu nəzəriyyələr arasında Sigmund Freudin 3 komponentli motivasiya nəzəriyyəsi daha məşhurdur. Bu nəzəriyyədə iki böyük instinkt qrupundan söhbət gedir, həyat və ölüm instinktləri. Həyat instinktinə nümunə olaraq aclıq, susuzluğu
göstərə bilərik və fərdin özünün hafizəsinə və növün yaşayışına istiqamətlənir. Ölüm instinktində isə həm daxilə, həm də xaricə yönəlmiş dağıdıcı qüvvələr vardır. Daxilə yönəlmiş mazoxizm və ya özünə qəsd etmə, xaricə yönəlmiş isə nifrət və təcavüzü nümunə göstərə bilərik. Motivasiya mexanizminin 3 prinsipi insan şəxsiyyətinin şüurlu və qeyri-şüurlu cəhətlərinin qarşılıqlı əlaqəsinə əsaslanır. Xolun təhrik olunma nəzəriyyəsinə əsasən davranış motivasiyasına ən çox təhrik olunanlar təsir edir. Yəni davranışa tələbatların ödənilməsi üçün enerji verən hallar təsir edir. Bu baxımdan əsas və ikinci dərəcəli təhriklər fərqləndirilir. Birinci bioloji tələbat əsasında meydana gəlir, ikinci isə orqanizmin bioloji və fizioloji ehtiyacları ilə birbaşa əlaqəsi olmayan tələbatlar əsasında formalaşan təhriklərdir. İkinciyə misal göstərə bilərik ki, yüksək ictimai statusa ehtiyac. İstər ilkin, istərsə də ikinci dərəcəli motivlər insanın davranışını birbaşa şərtləndirmir. Davranışın motivləri ətraf gerçəkliyin konkret şərtləri ilə qarşılıqlı təsir nəticəsində formalaşır. Xolun motivasiya mexanizminə görə davranış motivlərini bu formada göstərə bilərik. Tələbat, disbalans, mühit, motiv, fəallıq, balans və yenə tələbat. İndi isə bir qədər koqnitiv nəzəriyyə haqqında danışaq. Koqnitiv nəzəriyyəyə görə isə davranış motivasiyasının əsas amilləri kimi stereotiplər, yönüm, təsəvvürlər, etiqad qəbul edilir. Xolun koqnitiv nəzəriyyəsi əsasında müxtəlif nəzəriyyə və konsepsiyalar yaranmışdır. Birinci, Festingerin koqnitiv dissonans nəzəriyyəsi. Bu nəzəriyyəyə görə insanın əsas tələbatı informasiyaya olan tələbatdır. Bu tələbat insan davranışının tənzimləyici amili kimi çıxış edir. Lakin bir çox hallarda insanın davranışı onun malik olduğu informasiyaya uyğun gəlmir. Bu uyğunsuzluq dərk etmə dissonansı və yaxud uyğunsuzluq koqnitivi adlandırılır. Festinger insanın bu vəziyyətini siqaret çəkən fenomendə təsvir etmişdir. Siqaretin zərəri haqqında informasiya insana məlumdur. Lakin bu onun siqaret çəkməsinə mane olmur. Çünki insan öz davranışlarına haqq qazandırma qabiliyyətinə malikdir. Növbəti, Rotter'in Locks nəzarət konsepsiyası vardır. Davranış və fəaliyyətdə məsuliyyətlə bağlı bu konsepsiyaya görə insanlar iki qrupa bölünür. Birinci qrupa daxili determinasiya olunmuş insanlar daxildir. Belə insanlar baş vermiş hadisələrin səbəblərini özlərində axtarır. Onların davranışının motivasiyası daxili aləmdən irəli gələn stimullarla şərtlənir. İkinci qrupa isə xarici determinasiya olunmuş insanlar daxildir. Belə insanlara görə isə baş verənlərin əsas səbəbi xarici təsirlərdir. Taley, qədər insanın həyatında həllediicidir və insanın fəallığı onların müəyyən etdiyi istiqamətə yönəlir. Motivlər haqqında ictimai nəzəriyyələr arasında Amerika psixoloqu Maslow'un özünü aktuallaşdırma nəzəriyyəsi xüsusi yer tutur. Maslow tərəfindən xüsusi piramida tələbatların iyerarxiyası təklif olunmuşdur. Bu piramidada qidaya, suya, havaya olan ilkin tələbat, ondan sonra isə özünü aktuallaşdırmaya, fərdi imkanların daha çox hərtərəfli və geniş açıqlanmasına olan tələbat durur. Maslow'un tələbatlar iyerarxik şəkildə təqdim olunduqda ən aşağıda fizioloji, ən yuxarıda isə özünü aktuallaşdırma tələbatı dayanır. Prosesual məzmun motivləri. Bu motivlər fəaliyyətdən alınan daxili məmnunluqla bağlıdır. İnsan işi sevdiyi üçün yerinə yetirdikdə bu motivlər üstünlük təşkil edir. Xarici motivlər fəaliyyətin özündən deyil, onun nəticələrindən qaynaqlanır. Maddi mükafat, qiymət və nüfuz buna nümunə ola bilər. Prosesual motivlər fəaliyyətin cəmiyyət üçün faydasını dərk etməklə bağlıdır. Bu motivlər məsuliyyətli və vicdanlı davranışı formalaşdırır. Afiliasiya motivi İngilis dilindən götürülmüşdür, mənası birləşmə deməkdir. Afiliasiya motivi başqa insanlarla birləşmə və bu münasibəti saxlama cəhdidir.
Afiliasiyanın mahiyyəti ünsiyyət qurmaq və bu ünsiyyəti qoruyub saxlamaqdan ibarətdir. Bu ünsiyyət insana dinçlik və rahatlıq gətirir. İnsan ünsiyyətdə yalnız öz məqsədi üçün deyil, başqaları ilə də birlikdə münasibət qurmaq üçün bir motiv yaranır. Neqativ motivasiya vardır. Neqativ motivasiya cəza və xoşagəlməz nəticələrdən qaçmaq istəyi ilə bağlıdır. Bu motiv qısa müddətli təsirə malikdir. Şəxsiyyətin fəaliyyəti çoxsaylı motivlərin qarşılıqlı təsiri nəticəsində formalaşır. Motivlərin düzgün anlaşılması insan davranışının idarə olunmasında mühüm rol oynayır. İndi isə gəlin mövzumuza aid test tapşırıqlarına baxaq. Test 1. Şəxsiyyətin fəallığının əsas mənbəyi nədir? A variantı qabiliyyət, B variantı xarakter, C variantı tələbatlar, D variantı isə sosial mühit. Biz izah zamanı sizinlə danışdıq ki, şəxsiyyətin fəaliyyətini başlatmaq üçün əsas amil onun tələbatlarıdır. Qabiliyyət, xarakter və sosial mühit fəaliyyətin yönünü və keyfiyyətini müəyyən edir. Amma başlanma mənbəyi tələbatdır. Deməli, düzgün cavabımız C variantı. Test 2. Dərk olunmayan tələbatların əsas əlaməti hansıdır? A variantı. Məqsədə çatmaq istəyinin açıq olması, B variantı. Sosial münasibətlərin güclənməsi, C variantı. Narahatlıq və gərginlik hissi, D variantı. İntellektual fəaliyyət. Dedik ki, motivlər, daha doğrusu tələbatlar iki əsas qrupa bölünürdü. Dərk olunan tələbatlar və dərk olunmayan tələbatlar. Dərk olunmayan tələbatlar dedikdə, yəni biz həmin tələbatın olduğunu hiss edirik, amma səbəbini bilmirik. Bu daxili narahatlıq və gərginlik şəklində özünü göstərir. Deməli, bizim düzgün cavabımız C variantı narahatlıq və gərginlikdir. Test 3. Şəxsiyyət strukturuna daxil olmayan komponent hansıdır? A variantı qabiliyyət sistemi daxildir şəxsiyyətə, B variantı xarakter və sosial davranış qaydaları şəxsiyyət strukturuna daxildir. C variantı emosional vəziyyətlər, xeyr, emosional vəziyyətlər şəxsiyyət strukturuna daxil deyil. D variantı idarə etmə sistemi, bəli, idarə etmə sistemi şəxsiyyət strukturuna daxildir. Emosional vəziyyətlər keçici xarakter daşıyır, yəni nisbi xarakter daşıyır. Şəxsiyyətin strukturu isə sabit, uzunmüddətli komponentlərdən ibarətdir. Yəni bir növ psixi xassiyə kimi. Ona görə də emosional vəziyyətlər doğru cavab deyil. Test 4. Motivasiya sahəsinin əsas xüsusiyyəti nədir? A bəndi sabit və dəyişməzdir, xeyr. B variantı yalnız bioloji motivlərlə bağlıdır, xeyr. Biz ikincili motivlərində olduğunu dedik. C variantı dinamik və dəyişkəndir. Bəli, bizim motivasiya sahəmiz dinamik və dəyişkəndir. D variantı xarici motivlərlə məhdudlaşır. Xeyr, daxili motivlər də var. Düzgün cavabımız C variantıdır. Motivasiya sahəsi zaman, şərait və sosial mühitdən asılı olaraq dəyişə bilir. Ona görə də hər bir fərd üçün fərqlidir və dinamikdir. Yəni inkişafdadır. Test 5. Zigmund Freydə görə ölüm instinktinin xaricə yönəlmiş forması hansıdır? A bəndi özünə qəsd, B bəndi mazoxizm, C bəndi aqressiya və nifrət, D bəndi bioloji ehtiyaclar. A bəndi və B bəndi, yəni özünə qəsd və mazoxizm ölüm instinktinin daxilə yönəlmiş formasıdır. Aqressiya və nifrət isə tanatosun, yəni ölüm instinktinin xaricə yönəlmiş formasıdır. Buna görə bizim düzgün cavabımız C variantıdır. Bioloji ehtiyaclar isə o ümumiyyətcə instinktlər, yəni ölüm və yaxud həyat instinktinə aid olmayan bir variantdır. Test 6. Xolun nəzəriyyəsində ikinci dərəcəli təhriklər nə ilə bağlıdır? Biz demişdik orada bioloji və ikinci dərəcəli təhriklər vardı. Bioloji ehtiyaclarla xeyr, daxili instinktlə xeyr, sosial və psixoloji tələbatlarla bəli, seçmə yolu ilə xeyr. Deməli, ikinci dərəcəli təhriklər bioloji instinkt nəticəsində yaranmır. Öyrənmə və sosial mühit nəticəsində yaranır. Ona görə bizim düzgün cavabımız C variantı sosial və psixoloji tələbatlarla bağlıdır. 7-ci test. Kognitiv dissonans anlayışı nə ifadə edir?
A variantı bioloji ehtiyacların qarşılanması. Xeyr, burada daha çox koqnitiv, yəni düşüncə modelindən istifadə olunduğuna görə A variantı səhvdir. B variantı davranış və bilik arasındakı uyğunsuzluq. Bəli, dissonans elə uyğunsuzluq anlamındadır. Yəni bizdə olan informasiyadan etdiyimiz davranış arasında bir uyğunsuzluq var. Orada nümunə də demişdik ki, siqaretin zərərli olduğunu bilir insan, amma siqaretdən istifadə edir. C bəndi sosial normaların qəbulu. Xeyr. D bəndi motivlərin iyerarxiyası, bu da Masloya aid idi. Kognitiv dissonansa aid deyil. Deməli, bizim düzgün cavabımız B variantıdır. İnsan davranışı və informasiya arasında ziddiyyət olduqda psixoloji narahatlıq yaranır və insan bunu azaltmağa, səviyyəsini aşağı salmağa çalışır. 8-ci test. Siqaret çəkən fonemeni hansı nəzəriyyəyə aiddir? Fenomeni. A bəndi bioloji motivasiya, B bəndi sosial öyrənmə, C bəndi koqnitiv dissonans, D bəndi instinktiv motivasiya. Deməli, burada bizim düzgün cavabımız koqnitiv dissonansdır. Şəxs zərər ilə bilir ki, burada bir zərərli davranış var, amma onu davam edir. Bu dissonansı azaltmaq üçün bəhanələrin yaranmasına da gətirib çıxarır. Test 10. Daxili determinasiya olunmuş insanlar üçün xarakterikdir. A variantı xarici təsirlərə tabe olmaq, B bəndi taleyə inanmaq, C bəndi hadisələrin səbəblərini özlərində axtarmaq, D variantı passiv davranış. Daxili determinasiya olunmuş insanlar öz uğur və uğursuzluqlarını daxili səbəblərlə izah edirlər. Ona görə də bizim düzgün cavabımız C variantı, hadisələrin səbəblərini özlərində axtarırlar. Keçək 11-ci testimizə. Masloya görə özünü aktuallaşdırma hansı səviyyədədir? A variantı fizioloji tələbatlar, B variantı təhlükəsizlik, C variantı sosial tələbat, D variantı hörmət, Y variantı ən yüksək səviyyə. Özünü aktuallaşdırma yalnız aşağı tələbatlar təmin olunduqdan sonra mümkündür və ən yüksək səviyyəni təşkil edir. Deməli, bizim düzgün cavabımız Y variantı ən yuxarı pillədir. 12-ci test. Prosesual məzmun motivlərinin əsas xüsusiyyəti hansıdır? A variantı xarici mükafatlar üçün fəaliyyət, B variantı digərlərinə təsir göstərmək, C variantı fəaliyyətin özündən zövq almaq, D bəndi bioloji ehtiyacları ödəmək. Prosesual məzmun motivləri burada əsas məqsəd nəticə deyil, fəaliyyətin icra prosesindən alınan məmnunluqdur. Məsələn, insan sevdiyi işi görür və bundan bir məmnunluq hissi keçirir. Bu zaman bizim düzgün cavabımız C variantı, fəaliyyətin özündən zövq almaqdır. 14-cü test. Özünü inkişaf motivi nəyə əsaslanır? A variantı bioloji instinkt, B variantı nüfuz qazanmaq, C variantı sosial potensialın reallaşdırılması, D variantı cəmiyyətə aid olmaq. İnsan öz bacarıqlarını aşkara çıxarmaq və imkanlarını maksimum reallaşdırmaq istəyir. Buna görə də bizim düzgün cavabımız C variantı şəxsi potensialın reallaşdırılmasıdır. 15-ci test. Nailiyyət motivinə aid olmayan amil hansıdır? Bizdən soruşulur nailiyyət motivinə aid olmayan. A variantı fəaliyyətin nəticəsi, B variantı uğur qazanmaq istəyi, C bəndi intellektual səylər, D bəndi bioloji instinktlər. Nailiyyət motivi sosial-psixoloji xarakter daşıyır və instinktiv deyil. Ona görə də bizim cavabımız D variantı bioloji instinktlərdir. Digəri A, B, daha doğrusu D variantıdır. Bizim cavabımız bioloji instinktlər, amma A, B, C isə nailiyyət motivinə aid olanlardır. 16-cı test. Prosesial motivlər nəyi gücləndirir? A variantı fəaliyyətin sürətini, B variantı normativliyi və məsuliyyəti, C variantı bioloji ehtiyacları, D isə yalnız nəticəyə yönəlməyi. Xeyr. Prosesial motivlər cəmiyyətə faydalı davranışları görmək üçün bizi təşviq edir. Buna görə də biz deyirik ki, burada normativliyi və məsuliyyəti artırır. Ona görə bizim düzgün cavabımız B variantıdır. 17-ci test. Afiliasiya motivinin mahiyyəti nədir? A bəndi nüfuz qazanmaq, xeyr. B bəndi özünü inkişaf, xeyr. C bəndi ünsiyyət qurmaq və həmin ünsiyyəti saxlamaq.
D bəndi material mükafat. Bizim düzgün cavabımız C variantıdır. Çünki afiliasiya motivi insanın sosial münasibətlərini qorumaq istəyindən yaranır. Yəni burada ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq əsas məqsəddir. 18-ci test. Neqativ motivasiyanın əsas çatışmazlığı nədir? A bəndi davranışı gücləndirir, xeyr. B bəndi qısa müddətli təsir göstərir, bəli. C bəndi sosial fayda verir, xeyr. D bəndi həmişə aktivdir, xeyr. Neqativ motivasiya, məsələn, cəza qorxusu yalnız müəyyən müddət üçün fəaliyyətə təsir edir və uzunmüddətli inkişaf yaratmır. Ona görə bizim düzgün cavabımız B variantıdır. Yəni qısa müddətli təsirə malikdir. 19-cu test. Potensial motivlər nə zaman aktuallaşır? A bəndi hər zaman aktivdir, xeyr. Bunun üçün sosial mühit olmalıdır. Məsələn, B variantı heç vaxt işə yaramır, xeyr. Potensial motivlər özünü doğrultduğu zamanlar daha çoxdur. C variantı müəyyən şərait yarandıqda. Bəli, potensial yəni gizli olan motivin yaranması üçün müəyyən şərait olmalıdır. Daha doğrusu üzə çıxması üçün müəyyən bir şərait olmalıdır. Ona görə C variantı doğrudur. D variantı davranışla əlaqəsi yoxdur. Xeyr, əlaqəsi var. Deməli, potensial motivlər xüsusi situasiya yarandıqda fəaliyyətə təsir göstərir. Bizim düzgün cavabımız dedik ki, C variantıdır. 20-ci hələ ki sonuncu testimiz. Motivlərin iyerarxiyasının nisbi sabitliyinin səbəbi nədir? A variantı sosial mühit, xeyr. Tək sosial mühitdən asılı deyil. B variantı tələbatların artması, xeyr. Biz demişdik ki, dərk olunmayan tələbatların artması zamanı onların dərk olunan tələbatlara keçmə ehtimalı daha çoxdur. C variantı şəxsiyyətin asan dəyişməməsi, bəli, yəni motivlərin iyerarxiyasının nisbi sabitliyinin səbəbinin biri şəxsiyyətin asan dəyişməməsi üçündür. Yəni şəxsiyyət sabit olduğu üçün motivlərin iyerarxiyası da nisbi olaraq sabit qalır. D variantı təhsil səviyyəsi, xeyr, iyerarxiyada təhsil səviyyəsi əsas səbəb deyil. Hələ ki bu qədər diqqətiniz üçün təşəkkür edirəm.